Biraz Bəli, böyük bəli. sual. Elə həmin izləyicinin bir sualı da var həmin əlinin. Salam, möhrə səcdə etmək bütpərəstliyə bənzəmirmi? Necə? Üzr istəyirəm. Möhrə səcdə etmək bütpərəstliyə bənzəmirmi? Zahirən götürür də. Möhrə Bənzərliyi. səcdə eləmək bütpərəstliklə heç bir əlaqəsi yoxdur. Niyə əlaqəsi yoxdur? Ona görə ki, baxın, insan alnını bir yerə qoymalıdır, səcdə eləməliyik də biz. Sözcə torpağa qoyuruq alnımızı. Bunun nə əlaqəsi var bütpərəstliklə? Aydındır. Bütpərəstlər bütü bəyəm alınlarına qoyur da. Yəni belə deyək də, insan bir səcdəyə gedəndə alnını bir yerə qoymalıdır da. Bunun bütünlə heç bir əlaqəsi yoxdur. Bu bir məsələ. Hətta Əhl-i-Sünnə kitablarına müraciət edə bilərlər. Məsələn, Cabirdən belə bir hədis var. Deyir ki, Peyğəmbərlə kuntu usalli əz-zuhr mə Rasulillah. Peyğəmbərlə birlikdə zöhr namazını qılırdıq. Yerdən deyir, daşı, çınqılı belə götürdüm, soyutdum belə. İstiydi axı səhralıqdır məsələn. Başladım daşı, çınqılıları belə soyutmağa. O daşın, çınqılların üzərinə yenidən başımı qoydum. Sünən Əbu Davudda olmalıdır. Sonra Ənəsdən də var, Nəsaidə var bu. Sünən Əbu Davudda 1-ci cild səhifə 110. Bu dediyim birinci hədis orada olmalıdır. Ondan sonra Beyhəqinin Sunanul Kubra belə bir kitabı olmalıdır. O kitabda da bir səhabə nəql edir ki, deyir, əmmamə qoyardılar başlarına. Əmmaməsi düşmüşdü biraz aşağıya. Alnı deyildi o əmmaməyə də. Peyğəmbər dedi, qaldır onu. Qaldır onu, alnına işarə elədi. Yəni, alnı o parçaya deyməsin, qaldır onu. Yəni, ona görə torpağa səcdə eləmək, onun heç bir bütün əlaqəsi yoxdur. Biz Allahımıza səcdə edirik, alnımızı torpağa qoyuruq. Yəni, biz bilmirik Rəbbimiz kimdir. Biz Subhanallah dedik. Subhanallah, Subhanallah, Pakistan münəzzəhsən ya Rəbbələ. Ümumiyyətlə, bütün əhl-i-sünnə mənbəsinə müraciət edeyim. Şafii, Hənəfi, Həmbəli, Maliki. Yaxşı. Onların da o kitabına müraciət görürsünüz ki, torpağa səcdə eləmək bütün müşkülü yoxdur. Möhür də torpaqdan ibarət. Bəli. Yəni, hətta mən bunu istədim işarə edim ki, hədislər qeyd olunur ki, biz yerdən, sahabə də yerdən daşı götürdük, soyutduq, sonra qoyduq alnımıza. Daş, torpaq, aydındır. Onun heç bir müşkülü yoxdur. Zahirən baxsaq, Kəbə evi də daşdan ibarətdir də. Hamı da o daşa üzünü tutur, yəni qiblə olaraq da və səcdə edirlər Kəbənin düz ətrafında və yaxud təvaf edirlər. Zahirən götürsək, onda elə bütpərəstlər də bunu edirlər də, təvaf da edirlər və Kəbənin ətrafında. Onda belə deyək də, zahirdən götürsək, heç bütpərəstlərin bənzərliyi çoxdur. Yəni, çox demək olar bəzi belə deyək də, məsələlər. bənzərliyin olması hər şeyi həll eləmir. Təbii. Başa düşürsünüz. Hədəf nədir? Başa düşürsünüz. Ola bilər 2 nəfər namaz qılır. Bir hədisdə var 2 nəfər namaz qılır. Birinin namazı harda, birinin namazı harda. Biri nə üçün qılır, biri nə üçün qılır. Biri özünü belə deyək də, olur bəzi adamlar olar ki, o deyib, bir nəfər deyib, bir yerdə namaz qılırdım, deyib, gördüm. Qapı açıldı, deyir, səs gəldi, deyir, başladım bir dənə xuşu ilə, xuzu ilə, daha uzatdım namazı. Bir də namazı bitirəndən sonra gördüm ki, üzr istəyirəm, pişik girib içəri. Özümə dedim ki, mən nəyə görə namazı qılırım? Kişiyə görə qılırmışam. İndi kimin niyyəti nədir? Kişi, o birisi də namaz qılır, amma tamamən vücudu Allahla ünsü rabitədir, düzdür. Yəni, bilirsiniz, İbn-i Mülcəm də tutaq ki, namaz qılırdı, gəldi, amma Natiq Quranı şəhid elədi. O bənzərlik belə deyək ya, məsələn, ibadətlərdən bir, tutaq ki, bütpərəst təvaf edirdisə, misal çəkin, amma tutaq ki, biz də təvaf edirsən, biz niyə təvaf edirik, da bəllidir də. Kəbə və Allahın Beytullahdır, Allah deyib təvaf edirəm də. Bəli, buyurun. Allah müvəffəq edəsin. Bəli, çox gözəl. Hacı, bu Xədicə Əfqan yazır. Hacı, bu mesajımdan keçməyin xahiş edirəm. Demək, axşamınız xeyir. Sizə qurban olum, yaxşı ki varsınız, Ağacan, sözün çoxdur, amma heç mesajımı görən olmur. Belə mövzu qutardı. Bəli, sual yazmayıb, sadəcə deyir, oxuyun. Bəlkə də başqa mesajları da var, ayrı-ayrı yazılıbsa oxuya bilməyəcəm, tapa bilməyəcəm. Xədicə xanımın mesajını. Allah sizi qorusun, heç olsa dua eləyin, Allah sizi hifz eləsin, Allahın nəzərində olasın. Bir də oxuyun, bəlkə nəsə başa düşmədiyim var. Hacı, bu mesajımdan keçməyin, xahiş edirəm. Axşamınız sizə qurban olaram. Yaxşı ki varsınız, Ağacan. Sözüm çoxdur, amma heç mesajımı görən olmur. Burada minlərlə mesaj var bizə, onları görənməliyik. Yalnız veriliş ərzində hardasa bir 10 mesajı görərik, görməliyik, yəni onları səsləndirərik də. Çox mesajı görürük sadəcə. Kimlər ki əvvəldə yazıb,
onları səsləndirirəm, hacı da cavab verir, bu qədər. Amma bu özünüz də şahidsiniz ki, çoxlu mesajlar var burada. Biz onları çatdıra bilmərik, bir saata sığdıra bilmərik bunları. Heç saatlara da sığmaz. Və hətta hacı da çalışır ki, qısa-qısa cavab verib ötsün. Yoxsa məsələn elə mövzulardır ki, burada saatlarla danışsa da yenə də vaxt çatmayacaq. Təşəkkür edirəm hər halda. Fatimə Hüseynzadə yazır, salam əleykum. Hacı, evlənmək üçün namaz, dua deyərdiniz də. Belə deyək, duaları da var, namazı da var. İstə söz, indidən xahiş edirəm mən, operatora da deyirəm, dostlara xahiş edirəm. İnşallah o namazın qılınma qaydasını və duasını xahiş edirəm. Həmən insana göndərərsiniz Allah. Allah sizdən olsun. Cəfər Təyyar namazı deyil. Yox, Cəfər Təyyar onun üçün deyilməyim. Cəfər Təyyar biraz uzundur da. Zarafat edelim bunu. Şahin Kərimov yazır. Salam hacı, sualımı keçən dəfə səhv başa düşdünüz. Qızımın 5 yaşı var, yaşına uyğun dua etməyi öyrətmək istəyirəm. Necə onunla birlikdə dualar edim ki, duanı başa düşsün və təsirli olsun? Birinci özünə deyin, özü dua eləsin. Görün nə deyir. Uşağın duaları ilə də ona istiqamət vermək yaxşı olar. Onların da özlərinin bir duaları olur da. Bəzi vaxtlar uşağın dilindən elə dualar çıxır ki, adam özü baxır, nə qəşəng duadır bu dua. Birinci ona şərait. İkinci özü dua eləyin, o dualarınızı eşitsin. O duaları eşidə, birlikdə dua eləyin. Bu şəkildə inşallah dua etməyi öyrəşdirir də. Gözəl. Nərgiz xanım yazır, salam. Əziz Hacı Ramil, salamlayıram sizi. Məni iltiması dua yazır, iltiması dua yazmaq istəyib, səhv gedib, hərfi səhv gedib. Mənə iltiması dua edərdiniz, iltiması dua edin. Allah sizin dualarınızı qəbul eləsin, Allah hacətlərinizi inşallah həyata keçirsin. Salam əmlər, mənim adım Nigardır, fiziki qüsurluyam. Hacı Ramil əmi, xahiş edirəm, mənə dua edin. Allah dostu olmaq istəyirəm. Allah dostu olmaq üçün ən çox nəyə diqqət etmək lazımdır? Hey Allahım, Allah dostu olmaq üçün belə ki, buyururlar, Allahın istəklərinə uyğun yaşamaqda dost dostdan necə olar? Bax, Allahın istəklərini həyata keçirmək, belə ki, Allahın buyruqlarını nəzərə almaq, bütün həyatı və bunu tətbiq eləsən, bir məqam var ki, deyir, o insan yetişir o məqama ki, ondan sonra Allah deyir, kuntu səm'ahu. Olarsan da mənlə sanki bir dost olarsan, mən sənin eşidən qulağın olaram, mən sənin görən gözün olaram, mən sənin danışan dilin olaram. Bu mümkündür, insan bəzi vaxtlar bu məqama yetişir. O da Allahın buyruqları daha mühüm olsa həyatımızda bizə. Öz istəklərimizi Allahın istəklərinə qurban versək. Möhsin Feyzullayev yazır, salam hacı qardaşlarım, mənim sualım budur ki, mən namazı düz azanda qılıram. Mənə deyirlər ki, biraz azan qurtarmağını gözlə, amma mən imam zamana əhd eləmişəm, əhd bağlamışam ki, düz azanda qılacam. Namazı vaxtında qılmaq nə gözəl. Azanın qulaq asmaq özü də bir savabdır. Qulaq assın azana, sonra davamında namazını qılsın inşallah. Allah qəbul etsin. Xanzadə cavab verirəm ki, suallarına çıxaq. Bəli, Xanzadə yazır, salam. Bəsirətimizi necə inkişaf etdirək? Bəsirət iki cürdür də. Bilmirəm, bəsirət nə nəzərə tutublar. Bir bəsirət bu mənadadır ki, insanın mənəvi gözlərinin açılmasıdır. Tə'mal qulub. Quranda bir ayə var. Bəzi insanın qəlb gözü kordur. Yaxşı. O batini görmək, həqiqətləri görmək, mələkutəs səmavatı vəl-ərd İbrahim haqqında Allah Quranda buyurur, Nuriyə İbrahimə mələkutəs səmavatı vəl-ərdi. Yerin, göyün mələkutunu, batinini ona göstərdi. Bu mənada bəsirət deyirsinizsə, onu o bəsirəti olan insanlar bilər. Belə ki, dillər yenə o da yolu ubudiyyətdən, bəndəçilikdən keçir. Bu bir məsələ. İkinci bəsirətin bir mənası insan, yəni Ədu ilallah ala bəsirətin. Quranda bir ayə var. Bəsirətlə insanları dəvət edirəm haqqa, həqiqətə. Yəni gözü açıq olmaq, yəni kör-körana yol getməmək, yəni məsələnin içinə varmaq, dərinlikləri görmək. Məsələn, ağlın bir adı Quranda lubdur. Lub kəlməsi. Ulul əlbab. Eşitmişsiniz yəni ki. Ulul əlbab. Əlbab lub. Lub nəyə deyirlər? Məsələn, bir tutaq ki, nəzər alın bir ərikdir, onun tumunu vurursan, tumu vurandan sonra içindəki çıxır, onun içindəki nə deyirlər? Lub ərəblər. Bir var o qabıq üstü, bir də var o içindəki. Yəni ağılın belə bir xüsusiyyəti var ki, görünməyən tərəfləri də görə bilir.
məsələyə baxır, dərinliklərinə varır, dərinlikləri görür. Məsələn, Əmirül Möminin bir sözü var, Məhəmməd Hənəfiyyə deyir, Sıffeyn müharibəsində, Cəməl müharibəsində deyir, Cəməldə deyir, sən bax bunu kim qızışdırdı, bu müharibəni kim saldı, onları da gör. Artıq bu mənada bəsirət düşürsə, bu bəsirət üçün nə lazımdır? Bir, insan imamların tarixi, Peyğəmbərimizin tarixi ilə, İslam tarixinə məlumatlı olmaq. İki, ikinci məsələ Qur'anla ünsi rabitə qurmaq. Quranın ayələrin şənuzlu ilə tanış olmaq. Bu ayə nə zaman nazil olub, niyə nazil olub, ayələrlə ünsiyyət qurmaq. Üçüncü, və mən yəttəqillah yecəlləhu furqana. Kim təqvalı olsa Allah deyir, furqan verərəm. Furqan nədir? Haqqı batildən ayırmaq. Bu da elə bəsirətin özüdür. Bu da özü bu birisi mənada da bəsirətdir, belə də bir bəsirətdir ki, çünki insan təqvalı olanda insanın nəfsi istəkləri biraz sakitləşir, insanın əqlinə bir imkan yaranır ki, ağıl sakit şəkildə düşünə bilir. Diqqət elədiniz. Bu bir mənası da budur. Üçüncü, deməli nə oldu? İnsanın təqvası olmalıdır ki, təqva olduğu təqdirdə insan Allah bir bəsirət verər və həmən bəsirətlə neyər, hərəkət edir. 3 dənə söz dedim. Əvvəla böldük bəsirəti 2 qismə, bir o birisi mənəvi məna, bir də gözlərin açıq olması, insan həqiqətləri görüb anlaması. Bunun üçün nə lazım oldu? Bir lazım olan bizə bu oldu ki, İslam tarixi ilə tanış olub, təhlili tarix, kronoloji tarix demirəm. İkinci məsələ, ondan ibarət Quranla xüsusi ünsiyyət qurmaq, ayələrin şənuzlu təfsiri və s. Üçüncü də insanın mənəvi tərəflərinə fikir verməsi, mənəviyyatda olması. Bəli, gözəl. Səltənət xanım yazır, salamünəleykum. Hacı əmi necəsiz? Yaxşıyam, təşəkkür edirəm, siz yaxşı olasınız. Mən ilahiyyatçı olmaq istəyirəm, xanımam və ilahiyyatçı olsam Hacı Ramil əmi kimi mən də danışıb xütbə edə biləcəm. Məndən də yaxşı danışarsınız, niyə danışmırsınız ki? Allah sizə kömək olsun. Bu qədər. Salamünəleykum, çox xahiş edirəm, cavab verərdiniz. Xanım namaz qılan, Quran oxuyandır, yoldaşı namaza deyinir. Nə etmək olar? Çox sağ olun, Allah razı olsun. Heç nə də indi o elə sən namazı qıl. Allah kərimdir inşallah bir vaxt o da namaza gələr. Yaxşı olar. Hər şey yaxşı olar. Hamı bizdən razı olsun. Heç hamı bizim yolumuzu əhsən desin, belə bir şey yoxdur. Bəzi vaxtlar səbirlə, təmkinlə dözürük, səbr edirik. Bir müddətdən sonra Allah nə edir? Özü belə deyək də problemləri, müşkilləri həll edir. Səbirli, təmkinli olsunlar.